Salam hörmətli şagirdlər. Siz heç eşitmisiniz, uğurlu zamanda bəxt olmur. Bu ifadə eramızdan əvvəl 279-cu ildə baş vermişdi. Pirus adlı şəxs böyük qalib tutmuşdu. Lakin burada çox itki görmüşdü. O bu qədər qalibiyyəti üçün bir çox ordusunda bir neçə fədakarlıq etmişdi. Yəni hamının sevinci yalnız onun kədərli halındaydı. Yəni pir qələbəsi hər zaman uğurlu olmur. Buna görə sizə tövsiyə edirəm ki, diqqətli olun. Mənə zaman ayırıb dinlədiyiniz üçün sizə təşəkkür edirəm. Çünki bu qələbə onun ordusunun böyük hissəsini itirilməsinə səbəb olub. Pir qələbəsi anlayışı eradan əvvəl 3-cü əsrdə yaranmışdır. Epiq kralı Pirin adı ilə bağlıdır. O Roma ordusu ilə apardığı döyüşlərdə qalib gəlsə də ordusu çox ağır itkilər vermişdir. Əsgərlərinin azalması və gücünün tükənməsi Piri narahat etmişdir. Buna görə də o belə bir qələbələrin davam etməsinin onu məhv edəcəyini söyləmişdir. O hadisədən sonra böyük itkilər bahasına qazanılan faydadan çox zərər gətirən qələbələr Piri qələbəsi adlandırılmışdır. Avcı tövləsi ifadəsi qədim Yunan mifologiyasından gəlir. Avcı adlı hökmdarın tövlələri uzun illər təmizlənməmişdi. Herakl bu tövlələri bir gündə çayların məzrasını dəyişərək təmizlədi. Buna görə də avcı tövləsi ifadəsi çox çirkli, qarışıq və uzun müddət qaydasız qalmış yer və ya vəziyyət mənasında işlədilir. Avcı tövləsi Yunan mifologiyasında insan iradəsi təmizləmə, yeni eləmə ideyaları simvolizə edir. Həm də böyük problemin yaradıcı cəsarətli avcı tövləsi son dərəcə şahmatsız, lazımsız əşyalar yığılmış illərlə əl dəyilmir. Təmizləməsi çox tələb edən zibil yer. Görəsən sizcə nə deməkdir? Təsəvvür edin ki, çox çətin və həll olunmaz bir işlə məşğulsunuz. Hətta bu işin öhdəsindən gələ bilməsəniz belə, onun nə özünüz, nə də ətrafdakılar üçün heç bir faydası olmayacaq. Nəhayət bir adam yaxınlaşıb sizə deyir, burax bu işin başını, bu kilaq sizin əməyidir. Əlbəttə, siz həmin adamın nə demək istədiyini təxmin edə bilərsiniz. Lakin siz əməyi ifadəsinin mənşəyini bilsəniz, onun sözlərini daha dəqiq başa düşər və düzgün nəticə çıxararsınız. Bu ifadə Yunan mifologiyası ilə bağlıdır. Öz hiləgərliyi ilə məşhur olan Sizifbaş ilah sevginin səbəbinə düçar olur. Sizif əməyi qədim Yunan mifologiyasından məlumat verən, çətin, faydasız, səmərəsiz və sonsuz təkrarlanan bir iş ifadə edən termindir. Bu daşı dağın başına qaldırmağa məhkum edilmiş Korintli kral Sizifi olmuşdur. Ondan daxil 2022-də Sizif onun əmri ilə ağır bir daşı diyirlədə yüksək bir dağ başına qaldırmalı olur. Lakin dağın başına çatana kimi daş aşağıya diyirlənir və bu iş əbədi təkrarlanır. Beləliklə bir ağır və mənasız bir işlə məşğul olanda bunu Sizif əməyi adlandırırlar. Donald qılıncı ifadəsinin yaranması haqqında danışacağım. Bu ifadə qədim dövrlərdə günümüzə gəlib çıxmış və insanın daim təhlükə və qorxu hissi keçirdiyi vəziyyətləri ifadə edir. İndi isə bu maraqlı ifadəni haradan yaradıldığını nəzərdən keçirək. Dionisi adlı sərkərdə Yunanlıların Siciliyada ən mühüm şəhər olan və Tir hakimiyyəti illərində Siraküzanın qüdrəti artmaqda idi. O hökmdarlıq etdiyi 40 ilə yaxın dövrdə hakimiyyəti uzun müddət özündə saxlamaq üçün bir anlığına belə ehtiyat əldən verilib. Sonunca bir də türklər tavana bərkidilmişdilər. Donakı yerindən qalxmağa icazə verilmədiyindən o bütün oxsamı boğazından bir tikə keçmədən tərpənməz oturur. Xarakterli əfsanələrdə
şairlərindən biri Tavromeliyalı Timeyin eramızdan əvvəl 356, eramızdan əvvəl 260 itirilmiş sayılan Siciliya tarifinə dair kitabında qeyd edilir. Damokl qılıncı ifadəsi bu gün təhlükə mənasında da istifadə olunur. Damokl vahimə ilə geri çəkilir ki, istənilən 10 tük qırılsa və bu gün hansı başa düşsə 2 parça olar. Zaman keçdikcə bu ifadənin əhatə dairəsi genişlənmişdir. Bu gün də hər hansı təqib edilən təhlükədən danışanda çox vaxt başının üstə Damokl qılıncı asılı deyirlər. Yunan mifologiyası Yunan əfsanələri deməkdir, ibarə isə kəlmə deməkdir. Diqqətinizə görə təşəkkür edirik.